Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində təşkil edilən şənliklər davam edir. Bu qəbildən olan daha bir bayram tədbiri Masazır qəsəbə 4 nömrəli tam orta məktəbdə təşkil edildi. Tədbirdə söz gedən təhsil ocağının direktoru Xatirə Şabanova çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası nəinki Azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya uğrunda birləşdirib. Əminliklə demək olar ki, bugün dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan dövlətini özünün vətəni hesab edir və ölkəmizi dünyada layiqincə təbliğ edir. Daha sonra uşaqların ifasında söylənilən yenilə həsr olunmuş şeirlər, mahnılar, eləcə də nümayiş etdirilən milli və xarici rəqs nömrələri alqışlarla qarşılandı. Tədbirdə Şaxta babanın və Qar qızın hədiyyələrlə şənliyə gəlməsi isə bayrama xüsusi bir ovqat qatdı. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.